Hardadır? Nəzər TV-yə çəkilişə gətirim. Nəzərdə çəkilişə gətirim. Niyə gedirsiniz müəllimə? Siz ayaqqabından hara gedirsiniz? Pəncərədən də açıq değil müəllimə. Pəncərədən. Görün də, vəziyyətə baxın. Bəli, çəkiliş qrupunu görən müəllimə özünü əvvəlcə ayaq yoluna kilitlədi. Sonra isə çıxış yolunu tualetin pəncərəsindən hoppanmaqda gördü. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sümbül Körpələr Evi uşaq bağçasının müəlliməsinin pəncərədən hoppanaraq qaçmasına səbəb biz deyilik. Valideynlə onun salfet üstündə çıxan söz davasıdır. Əgər uşağına yaxşı baxılmağı istəyirsənsə, bacı, salfetkasını gətir, uşağına yaxşı baxın. Elə danışsa qanunda var ki, Deyiləm ki, qanunla deyil, qanunla çox şey yoxdur. Sənin uşağının 2 yaşı yoxdur. Bir paçka salfetka gətirmişsən, deyirsən bir... Ay bə, sən uşağının burnunda iz qalanda, əli şeyli qalanda mən heç nə deməm. Müəllim valideyn davası bununla da bitmir. Hətta müəllimə valideynə digər uşaqlardan aldığı puldan bəhs edir. Bu azmış kimi valideyni uşağı ilə də hədələyir. O uşaq mənə hər ay 50 manat verir. Burada gördüyüm uşaqlar hamısı hər ay 50 manat verir. 20 manat müdürün, onun bizim. Sən balaca olsun əvvəl çöpər yoxdur, balaca olsun. Uşağının yaxşılığını istəyirsənsə, uşağını qoyduğun yerdə uşağın müəlliməsinə yaxşı bax, sən uşağına yaxşı baxın. Mən uşağın müəlliməsinə... Sən gəlib mənə belə agresiv danışır. Sən öz uşağını düşünmürsənsə, mənə nə? Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən valideyn Şəhla Zamanlı iddia edir ki, övladını bir müddət əvvəl Sümbül Körpələr Evi uşaq bağçasına yerləşdirib. Amma övladı bağçaya gedən ilk gündən Leyla adlı müəllimə ilə tez-tez ədavətləri baş verib. Vuruşurlar ki, mənə 50 manat gətirsən, uşağa yaxşı baxacaq. Gətirməsən, uşağa pis baxsaq, inciməyin bizdən. Bura deyir, biz baxırıq, sən uşağa mən baxıram, devlət sən uşağa baxmır ki, mən baxırım. Mənə deyir, hörmət edəcəksən ki, uşağa yaxşı bax. Valideyn deyir ki, problemlər bununla da bitmir. Onun iddiasına görə uşaqlara verilən yemək də keyfiyyətsizdir. Biz də mövcud vəziyyətlə bağlı üz tutduq bağçaya. Bizi heç bir təhlükəsizlik sistemi qorunmayan, hər kəsin rahat daxil ola biləcəyi bir məkan qarşıladı. Daha sonra isə məsələdə adı hallanan Leyla müəllimənin qrupuna yaxınlaşdıq. Bizi görən müəllimə isə özünü ayaq yoluna bağladı. Qrupdakı digər müəllimə ilə də həmsöhbət olmaq istədik. Dövlət bağçası gözəl. Dövlət bağçasına niyə pul tələb edirsiniz valideynlərdən? Çünki tələb edir, yalan danışır valideyn. Bəs sizin səsinizi yaz baxın. Mənim sözüm ola bilməz. Sizin, digər müəllimələrin pul tələb eləməmisiniz? 50 manat alırıq, 20 manatı direktorundur.